Sıxıma əsasən anlayışı müəyyən edin. Məkana dair coğrafi informasiyanın əldə edilməsi, informasiyanın təhlili və informasiya əsasında xəritələrin tərtibi. Kartoqrafi generalizasiya ümumiləşdirmə deməkdir, miqyas və məzmundan asılı olaraq. Kartoqrafik proyeksiya kürə səthinin müstəvi səthə köçürülməsi usuludur. Kartoqrafik şəbəkə xəritədə dərəcə torudur. Kartometrik təhlil xəritə üzərində riyazi hesablamaların aparılmasıdır. Bu kartoqrafik modelləşdirmə anlayışıdır. Doğru cavab Y variantı. Xəritədə iki məntəqə arasındakı yolun uzunluğu 15 santimetrdir. Xəritənin xətti miqyasına əsasən bu yolun həqiqi uzunluğunu hesablayın. Həqiqi uzunluğu hesablamaq üçün biz xəritədəki məsafəni, yəni 15 santimetri vururuq xəritənin miqyasına. Miqyas bizə xətti şəkildə verilib. Yəni 1 santda 20 kilometrdir. O da bərabərdir 300 kilometr. Doğru cavab D variantı. Filadelfiya 40 şimal enliyi 75 qərb uzunluğunda yerləşir. Bakı isə 40 şimal 50 şərq uzunluğunda yerləşir. Bunlar arasında hər iki istiqamətdə uçan təyyarələrin hərəkət etdikləri azimutları və şəhərlər arasındakı məsafəni müəyyən edin. Demək, ikisi də 40 enliyində yerləşir. Biri 50 şərq uzunluğu, digəri isə yerləşir 75 qərb uzunluğunda. Filadelfiya bunlar şəhərlər arasındakı məsafəni tapmaq üçün biz 50 və 75 uzunluqları arasındakı dərəcə fərqi biri qərb, biri şərq olduğu üçün toplayırıq. 75 bu da bərabər 125 dərəcə və 40-cı enlik üzrə olduğu üçün 85 onda 4'e vururuq. 125'i vururuq 85 onda 4'e da bərabərdir 10.675 kilometr. Hər iki istiqamətdə uçan təyyarələrin azimutları, yəni 90 dərəcə və 270 dərəcə bir-birindən qərb və şərqdə olduğu üçün doğru cavab Y variantı. Uyğunluğu müəyyən edin. İnsanın yaratdığı obyektlər, bir də təbii obyektlər. Biz burada şərti işarələri əsasən müəyyən etməliyik. Deməli, zavod, bağ, körpü və yollar. Bunları təbii ki, insanlar tərəfindən yaradılan obyektlərdir. 1, 2, 3, 7. Amma kolluq, meşə sahəsi, daha doğrusu kolluq, çəmənlik, bataqlıq, bunlar isə bir də çay, bunlar isə təbii obyektlərdir. Yəni doğru cavab C variantı. Azərbaycanın bir bölünsün 2.400.000 miqyaslı kənd sərfatı xəritəsi məzmununa və miqyasına görə hansı qrupa aiddir? Xəritədə hansı təsvir üsulundan istifadə olunub? 2.400.000 miqyaslı kiçik miqyaslıdır və eyni zamanda kənd sərfatı xəritəsidirsə bu tematikdir. Təsvir usulu isə bu areal usuludur ki, kənd sərfatı müxtəlif yerlərdə müəyyən sahalarla təmsil oluna bilər. Doğru cavab C variantı. A məntəqəsindən əvvəl 180 dərəcə azimutla 2220 km, sonra 90 azimutla 5124 km gedən müşahidəçinin çatdığı məntəqənin coğrafik koordinatlarını müəyyən edin. A nöqtəsi 60 şimal enliyində yerləşirsə və 180 azimutla 2220 km, yəni 20 dərəcə getmiş olur. Bərabərdir 40 dərəcə. 40 şimal enliyinə çatmış olur. Daha sonra isə 90 azimutla, yəni şərqə doğru 5124 km gedən müşahidəçi 5124'ü biz bölürük 85,4'e çünki 40-cı enlik üzrə getmiş olur. O da bərabərdir
60 dərəcə və 60 uzunluqda yerləşdiyi üçün A məntəqəsi 60 şərq uzunluğunun üzərinə 60 dərəcə gəlirik. 120 dərəcə şərq uzunluğu. Demək çatdığı məntəqə 120 şərq uzunluğu, 40 şimal enliyi, yəni B variantı olur. Dağın ətəyindən keçən horizontalın dəniz sahilində yerləşdiyini nəzərə alaraq A nöqtəsi ilə zirvə arasındakı hündürlük fərqini müəyyən edin. Dağın ətəyindən keçən horizontal 0 metr dəniz sahilindədirsə, o zaman bir kəsmə yüksəkliyini müəyyən edək. 1200'ü bölürük, 2 kəsmə var aralarında, 2'ye bərabərdir 600 metr. Kəsmə yüksəkliyi 600'dürsə, A nöqtəsinin hündürlüyü 1200'ə qonşudur. Yəni 1200 plus 600 1800 metr. A nöqtəsi 1800 hündürlüyə malikdir. Zirvə ilə A nöqtəsi arasındakı məsafəni tapmaq üçün 2720'dən çıxırıq 1800 metri bərabərdir 920 metr. Doğru cevap D variantı. O Zambezi çayının Nyasa gölünü tədqiq etmiş, Victoria şəlaləsini kəşf etmişdir. Afrikanın cənub hissəsini qərbdən şərqə keçən David Livingstone olmuşdur. Doğru cavab A variantı. Əvvəlcə 45 dərəcə, sonra 315 dərəcə azimutla eyni məsafə qət edən ekspedisiya üzrə başlanğıc məntəqəyə hansı azimut və istiqamətlə qayıtmalıdır? O zaman başlanğıc məntəqə qeyd edirik 45 dərəcə, yəni şimal-şərqə doğru. Daha sonra isə 315, yəni şimal-qərbə doğru eyni məsafə gedirsə, qısa yolla qayıtması cənub istiqamətində olacaq. Yəni 180 dərəcə azimutla. Doğru cavab C variantı. Doğru olan ifadələri müəyyən edin. Ekvator çevrəsinin uzunluğu 40.076 kilometrdir. Doğrudur. Yerin səthinin ümumi sahəsi 149 milyon, yanlışdır. Bu quru sahəsidir. Ümumi sahə 510 milyon kvadrat kilometrdir. Yerin xəyali oxunun yer səthi ilə kəsişmə nöqtələri qütb adlanır. Doğrudur. Yer səthindən keçməklə qütbləri birləşdirən ən qısa xətlərin uzunluğu 20.000 kilometr. Doğrudur. Yəni meridian yarım çevrəsi uzunluğu 20.000 kilometrə bərabərdir. Yerin kürəliyini praktik əyani olaraq Aristotel sübuta yetirmişdir. Bu yanlışdır. Çünki praktik olaraq Fernand Magellan sübuta yetirmişdir. Aristotel ise elmi cəhətdən sübut etmişdir. Yerin qütb radiusunun uzunluğu 12.756 kilometrdir. Bu da yanlışdır. Bu yerin ekvatorial diametrinin uzunluğudur. Beləliklə doğru cavab 1, 3, 4 A variantı. Topografik planda B və C nöqtələrinin hündürlük fərqi 75 metr olarsa, A nöqtəsinin hündürlüyünü təyin edin. B və C nöqtələrinin hündürlüyü. Bu zaman biz C'ni də çayın digər sahilinə köçürsək, B və C arasında 1, 2, 3 kəsmə var. 75'i 3'ə bölürük. O da bərabərdir 25 metr. Demək kəsmə yüksəkliyi 25 metrə bərabərdir. A nöqtəsinin hündürlüyü isə 1, 2, 3, 4, 5. Dənizlə A arasında 5 kəsmə var. 5 vurulsun 25. O da bərabərdir 125 metr. Demək doğru cavab D variantı. Verilən əlamətlərə əsasən planeti müəyyən edin. Günəşdən məsafəsi 1,52 avdır. Bu deməkdir ki, bu yerdən daha uzaqdadır. Yəni Günəşə yerdən daha uzaqdır. Çünki Günəşlə yer arasındakı məsafə 1 av götürür. 150 milyon kilometr. O zaman demək Venera planeti olmayacaq. Çünki o Günəşə daha yaxındır. Bərk maddələrdən və metallardan ibarətdirsə, bu daxili planetlərə aid xüsusiyyətdir. O zaman xarici planetlər içərisində Uran və Yupiter də olmayacaqdır. Yer olmur ona görə ki, Günəşlə məsafəsi 1 ava bərabərdir. Mars planetidir. Qonşu planet arasında asteroid qurşağı yerləşir. Yəni Mars ilə qonşu Yupiter arasında asteroid qurşağı yerləşir. Doğru cavab A variantı Mars. Verilən əlamətlərə əsasən planeti müəyyən edin. Günəşdən məsafəsi 1,52 avdır. Bu deməkdir ki, bu yerdən daha uzaqdadır. Yəni Günəşə
yerdən daha uzaqdır. Çünki Günəşlə yer arasındakı məsafə 1 av götürür. 150 milyon kilometr. O zaman demək Venera planeti olmayacaq, çünki o Günəşə daha yaxındır. Bərk maddələrdən və metallardan ibarətdirsə, bu daxili planetlərə aid xüsusiyyətdir. O zaman xarici planetlər içərisində Uran və Yupiter də olmayacaqdır. Yer olmur ona görə ki, Günəşlə məsafəsi 1 ava bərabərdir. Mars planetidir. Qonşu planetlər arasında asteroid qurşağı yerləşir. Yəni Marsla qonşu Yupiter arasında asteroid qurşağı yerləşir. Doğru cavab A variantı Mars. Uyğunluğu müəyyən edin. Fiziki və iqtisadi coğrafiyanın oxşar və fərqli xüsusiyyətləri. Biocoğrafiya fiziki coğrafiyanın sahəsidir. Ərazi landşaft planlaşdırılması bu həm fiziki, həm də iqtisadi coğrafiyaya aiddir. Yeni sahələridir. Yerşünaslıq fiziki coğrafiyanın sahəsidir. Coğrafi informasiya sistemləri bu fiziki və iqtisadi hər ikisinin yeni sahaları kimi götürürük. Turizm coğrafiyası iqtisadi coğrafiyaya aiddir. Tibbi coğrafiya da iqtisadi coğrafiyaya aiddir. Beləliklə doğru cavab A variantı 1-ə AC, 2-ə EF, 3-ə BD uyğun gəlir. Uzunluğu 32 kilometr olan Zəngəzur dəhlizi xəritədə 6,4 cm bərabərdir. Bu xəritədə sahəsi 32 kvadrat santimetr olan Qubadlı rayonunun həqiqi sahəsini hesablayın. Öncə biz həqiqi sahəni tapmaq üçün xəritədəki sahəni vurmalıyıq miqyasın kvadratına. Demək ki, biz öncə miqyası tapmalıyıq. Miqyası tapmaq üçün isə biz həqiqi məsafəni bölürük xəritədəki məsafəyə. 32 kilometr bölək 6,4 santimetrə. Bu da bərabərdir 5 kilometr. Deməli, miqyasımız 1 bölünsün 500 mindir. Və həqiqi sahanı tapmaq üçün indi xəritədəki sahə 32 kvadrat santimetr. Vuraq miqyasın kvadratı, yəni 5-in kvadratı 25 kvadrat kilometrə. Deməli, həqiqi sahəni tapmaq üçün 32 kvadrat santimetri vururuq miqyasın kvadratına, yəni 25-ə, o da bərabərdir 800 kvadrat kilometr. Demək, Qubadlı rayonunun həqiqi sahəsi 800 kvadrat kilometrə bərabərdir. Doğru cavab Y variantı. Miqyası 1 bölünsün 30 milyon olan xəritədə A və B məntəqələri arasında qalan məsafə 13 santimetrdir. Məntəqələr arasındakı məsafə neçə kilometr təhrif olunmuşdur? Biz təhrifi tapmaq üçün bir məsafəni dərəcəyə görə tapırıq və miqyasa görə tapırıq. Dərəcəyə görə tapmaq üçün eyni meridian xəttində yerləşən A və B arasında 40 dərəcə məsafə var. Daha doğrusu dərəcə fərqi var. 20 plus 20 bərabər 40 dərəcə və onu da vururuq 111,1-ə. Çünki mütərizədə şərtdə verilib 111,1, 4444 kilometr. İkinci isə biz bu məsafəni miqyasa görə tapırıq. Miqyas verilib 30 milyon və məntəqələr arasındakı məsafə 13 santimetrdir. 13 santimetri vururuq 300-ə. O da bərabərdir 3900. Və məntəqələr arasında bu tapdığımız məsafələrin fərqini hesablayırıq. 4444 çıx 3900 kilometr bərabərdir 544 kilometr təhrif. Doğru cavab C variantı. Coğrafi koordinatları 26 şimal enli və 42 şərq uzunluğu olan məntəqə hansı sahədə yerləşir? 26 şimal enli və 42 şərq uzunluğu. 26 şimal deyirsə bu 3 və 4, yəni 20-30 arasında götürürük. 42 şərq uzunluğu isə
yerləşir 30 və 45 uzunluqları arasında. Yəni bu da 3-ə uyğun gəlmiş olur. Yalnız 3 C variantı. Yerə ən yaxın səma cismi yerin peyki olan aydır. Doğru cavab D variantı. Fiziki xəritələrdə eyni dərinliyə malik olan nöqtələri birləşdirən əyri xəttlər izobatlar adlanır. A variantı. İzohips eyni hündürlüyə malik nöqtələri birləşdirir. İzobarlar eyni təzyiq, izoterm temperatur, izoses isə seismik gücü eyni olan məntəqələri birləşdirən xəttlərdir. Qərb istiqamətində Asiyaya, yəni Hindistana dəniz yolunun axtarışı coğrafiya elminin hansı inkişaf mərhələsində baş vermişdir? Bu baş verir Kristofer Kolumbun səyahəti ilə başlayır. Eyni zamanda Fernand Magellan ekspedisiyasının əsas məqsədi bu idi. Yəni böyük coğrafi kəşflər dövrünə aiddir. Doğru cavab D variantı. A nöqtəsinin B-dən 1,5 dəfə çox hündürlüyə malik olduğu sxemi müəyyən edin. A-nın B-dən yüksək olduğu sxemləri biz baxmalıyıq. Deməli bu bir B sxemi ola bilər, bir də Y ola bilər. Çünki A variantında B hündürdür, C variantında da B hündür, D variantında da B A-dan yüksəkdir. Bunlar təpədir, A kənarda olduğuna görə. B variantında kəsmə yüksəkliyi 5-dirsə, o zaman B-nin yüksəkliyi 40, 35, 30-dur. 45, 30-dan 1,5 dəfə çox hündürə malikdir. O zaman doğru cavab B variantı olur. Müasir informasiya texnologiyaları vasitəsilə məlumatların toplanması və rəqəmsal xəritələrin tərtib edilməsi metodu coğrafi informasiya sistemləri, yəni CIS metodudur. Doğru cavab A variantı. Uyğunluğu müəyyən edin. Rekreasiya coğrafiyası, şəhər və landşaft planlaşdırılması, ekoloji coğrafiya. Ətraf mühitdə yaranan problemlər və onların həlli yollarını ekoloji coğrafiya öyrənir. Suyun yayılması və xüsusiyyətləri bu əsasən hidrologiyaya aiddir. Yəni bunun heç birinə aid deyil buradakılara. Yaşayış və təsərrüfat yerlərinin səmərəli qurulması bu landşaft, şəhər və landşaft planlaşdırılmasına aiddir. Siyasi xəritələr, inzibati ərazi bölgüsü, siyasi proseslər bu siyasi coğrafiyanın öyrəndiyi obyektdir. Ona görə bu heç birinə aid deyil. Turizm ehtiyatları və istifadə yolları isə rekreasiya coğrafiyasına aiddir. Beləliklə doğru cavab Y variantı. Şəkildə göstərilmiş proyeksiyaya aid olan əlamətləri seçin. Şəkildə silindrik proyeksiya təsvir olunmuşdur və silindrik proyeksiya ilə əsasında qurulmuş xəritə vərəqində meridian və paralellər düzbucaq altında kəsişir və ekvatordan qütblərə doğru sahə tərifi artmış olur. Paralel və meridianlar düzbucaq altında kəsişən düz xəttlərdir, doğrudur. Meridianlar bir nöqtədən şaxələnir, yanlışdır. Antarktida materikinin xəritələri bu proyeksiyada tərtib olunur, yanlışdır. Azimutal proyeksiya olur, çünki bu proyeksiyada həddən artıq çox tərif var. Sıfır tərifli nöqtə yaranır, yanlışdır. Silindrik proyeksiyada sıfır tərifli xətt yaranır. Ekvatorialda yerləşən ölkələrin və dünyanın xəritələrinin tərtibində istifadə olunur, doğrudur. Ekvatordan qütbə doğru sahə tərifi artır, bu da doğrudur. 1, 5, 6. Planetləri orbitləri üzrə hərəkət sürətinin azalmasına görə, yəni yüksək sürətdən aza doğru seçməliyik. Bilirik ki, Günəşə yaxın planetlərin orbital sürəti daha yüksəkdir. Bunların içərisində ən yaxın olan Günəşə 2, bunun orbital sürəti daha yüksəkdir. Sonra Yer planeti, Mars planeti və ən az bunların içərisində isə Saturn planeti olacaq. Beləliklə, azalma istiqamətində 2, 1, 4, 3. Sürəti 850 km/saat olan təyyarə 8 saatdan sonra eniş etdi. Bu müddət ərzində təyyarənin getdiyi yol 1 bölünsün
27 milyon 200 min miqyaslı xəritədə neçə santimetrdir? Öncə gedilən yolu tapaq. 8 saata nə qədər yol gedəcək? 8 vur 850. Bu da bərabərdir 6800 kilometr məsafə gedib. Bu yol xəritədə neçə santimetrə bərabərdir? Yəni xəritə məsafəsini tapmaq üçün həqiqi məsafəni bölürük miqyasa. Yəni 272 kilometrə bölürük. O da bərabərdir 25 santimetr. Demək, xəritədə bu 25 santimetrə bərabərdir. Konturlu şərti işarələrlə təsvir olunan obyektlər meşə, bulaq miqyassız, metal körpü miqyassız, tarla konturludur, şose yolu xəttidir, bataqlıq konturludur, yəni sahibidir. 1, 4, 6. Uyğunluğu müəyyən edin. Vizual təhlil, kartometrik, qrafik. Fiziki xəritələrdə ərazinin relyefi haqqında məlumatların əldə edilməsi. Relyef haqqında, yəni xəritəyə baxan kimi dağ və düzənlikləri biz rənglərə əsasən müəyyənləşdirir. Bu vizual təhlildir. Xəritədə baş və xüsusi miqyasa əsasən təhrifin müəyyən edilməsi, bu riyazi hesablamalar kartometrik təhlilə aiddir. Xəritədəki məlumatlar əsasən iqlim diaqramının qurulması, bu qrafik təhlilə aiddir. Əhalinin yaş cins tərkibinin təsvir edilməsi, bu da qrafik diaqram əsasında diaqram vasitəsilə təhlil olunur. Yəni qrafik təhlilə aiddir. Xəritədə təsvir üsullarının müəyyən edilməsi, xəritədə keyfiyyət fon, izoxətlər, nöqtələrmi, bu da vizual təhlil aiddir. Beləliklə 1-ə A-yı, 2-yə B, 3-ə C, D uyğun gəlir. Beaufort dənizi sahilindən 70 şimali 100 eyni meridian çevrəsi üzrə hərəkətə başlayan səyyah əvvəl 0 azimutla, sonra 180 azimutla ümumilikdə 7770 km məsafə qət etmişdir. Onun çatdığı məntəqəyə əsasən tapşırıqları yerinə yetirin. Səyyahın çatdığı məntəqənin koordinatlarını öncə tapaq. Koordinatları tapmaq üçün getdiyi məsafəni öncə dərəcəyə çevirməliyik. 7770-i bölürük 111-ə. Bərabərdir 70 dərəcə. Ümumilikdə 70 dərəcə məsafə gedib. Və neçə dərəcə 0 azimutla, neçə dərəcə isə cənub istiqamətdə getdiyini şəkil əsasında göstərək. Deməli, ekvator 70 şimal enliyindən başlayıbsa və 130 qərb uzunluğu qütbə qədər 20 dərəcə getmiş olub. Qütbdən sonra isə demək 70-dən 20 dərəcəni şimal istiqamətində gedib, yerdə qalan 50 dərəcəni isə o zaman cənub istiqamətində getmiş olacaq. 50 dərəcə, 90-dan 50 çıxırıq, 40 dərəcə. 40 dərəcə şimal enliyinə çatmış olub. Və uzunluq da eyni meridian çevrəsi dediyi üçün 130 qərb uzunluğunun əksi 50 dərəcə şərq uzunluğu deməkdir. 50 şərq uzunluğu, 130 qərb uzunluğu. Daha doğrusu 50 şərq uzunluğu, 40 şimal enliyi. Deməli, məntəqənin çatdığı koordinat 40 şimal enliyi, 50 dərəcə şərq uzunluğudur. Məntəqənin koordinatları düzgün müəyyən edilibsə 2 bal, coğrafi enlik və ya coğrafi uzunluq düzgün müəyyən edilibsə 1 bal, digər hallarda isə 0 balına qiymətləndirilir. Cədvəldə qeyd edin, deməli, koordinata əsasən biz müəyyənləşdirdik ki, məntəqə 40 şimal enli 50 şərq uzunluğu bu Bakı şəhərinin koordinatıdır. Yəni məntəqə Bakıdır. Sahilində yerləşdiyi su hövzəsi, bu məntəqə Xəzər sahilində yerləşir, yəni Xəzər dənizi yaza bilərik.
Məntəqədən qütb ulduzunun görünmə bucağı 40 şimal enliyindən qütb ulduzu 40 dərəcə bucaqla görünür. Beləliklə, həm məntəqənin adı, həm sahilində yerləşdiyi su hövzəsi, həm də qütb ulduzunun görünmə bucağı doğru qeyd olunubsa 2 bal, cədvəlin ən azı 2 sütununda qeydlər tam doğrudursa 1 bal, digər hallarda 0 balla qiymətləndirilir. Məntəqənin yerləşdiyi paralel çevrəsinin uzunluğunu hesablayın. Məntəqə 40 dərəcəlik paraleldə yerləşir. 40 dərəcəlik paraleldə 1 dərəcəlik qövs bərabər 85,4 kilometrdir. Paralel çevrəsinin uzunluğunu deyirsə 85,4 kilometri vururuq 360 dərəcəyə. O da bərabərdir 30.744 kilometr. Paralel çevrəsinin uzunluğu düzgün hesablanıbsa, bu 2 bal. Həll yolu doğru olsa da cavab yanlış verilibsə 1 balla, digər hallarda isə 0 balla qiymətləndirilir.